أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, sübhün bu çağında Allah evinə üz tutub, qədəm götürüb gətirən, gələn hər şəxsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları, qəlbimizin dərinliyindən dilimizdə ifadə etdiyimiz bütün hacət və mətləbləri rəva eləsin inşallah. Bəli, möhtərəm qardaşlarım, əzizlərim, bizi izləyən ana bacılarımız, ümumən səsimizi eşidən hər kəs. Rəbbimizə biz nə qədər şükür etsək, təşəkkür etsək, çox sağ ol desək, inanın yenə də azdır. Allah bu sözümün səmimiyyətinə şahiddir və elə Allahın şahid olması da mənə kifayət edər. وَكَفَى بِاللّٰهِ شَهِيدًا. Allahın şahid olması kifayət edər. Dünən axşamdan elə mübarək Ramazan ayının hilalı görünəndən sevincimdən bilmirəm. Yəni, bəzən o göz yaşı sevinc göz yaşı olur. Allah bütün əsgər balalarımızı qorusun. Şəhidlərimizə rəhmət eləsin. Allah o gözəl övladlarının toyunu, bu saatını görməyi Allah bütün valideynlərə nəsib eləsin. Bəzən görürsən, bir oğul əsgərlikdən gələndə, valideyn onu görəndə özündən asılı olmaraq gözü dolur. Bir övlad əlin duada olur ki, ailə qursun. İndi bəzən ailə qurması gecikən xanımlar, bəylər var, görsən, ata-ana xiffətin çəkir. Övladdır, səbəbini demir, elə evlənərəm, hələ vaxta var, tezdir deyir. Amma ata-ana istəyir balanı yerbəyər eləsin, sonra dünyasını dəyişsin. Onu yerbəyər elədikcə biraz da rahatlaşır. Sanki atalıq borcunu mu deyim, insanlıq üzərində olan o haqları yerinə yetirmiş kimi. Amma görsən, o ailə quranda o ki, evdən köçür, ata-ana baxır, ağlayır. Bəzən deyirsən bir xoş söz, dolumsunu heç söz də deyə bilmir, danışa bilmir. Bu ay doğrudan əzəmətli aydır, doğrudan bərəkətli aydır. Ən böyük əzəmət odur ki, bu şəhrullahdır, Allah ayıdır. Bu ay gəlişi ilə rəhmət, bərəkət, məğfirət, üç neməti özü ilə götürüb gətirir. Bir anlıq adam düşünür ki, Allah möhlət verib ki, bağışlasın. Yenə çağırıb ki, səhvlərimizi bağışlasın, bizi bağışlasın, islah eləsin. Hərdən də elə məscidimizə gələndə, səhərdə, elə indi də yadıma düşür, biraz kövrəlirəm. Keçən il bizimlə bir arada olan, bir cərgədə olan möminlərdən amma haqqa qovuşanları var. Onların yerində sən də ola bilərdin, mən də ola bilərdim. Amma onlar bugün sübhün səhərindən, Ramazanın bu bərəkətindən artıq məhrumdular. Amma Allah bizə bu bərəkəti, bu neyməti bəxş eləyibsə, gərək qədrin bilək. Düzdür, biraz çətindir yuxudan ayılmaq. Məsələn, evdə olanda yarım saat qabaq durardınsa, indi bəlkə bir saat qabaq. İndi maşın olmayanlar Allah maşın nəsib eləsin. Maşın olmayan biraz da məsuliyyətdən dolayı. Ona görə bu bir neymətdir. Allah bu neyməti əlimizdən almasın. Bunun biz şükürünü Rəbbimizə nə qədər istəsək edə bilmərik. Oruc ağza, zikir deyə Allah evinə qədəm götürüb gətirəsən. Nəfəsin bərəkət, ömrün bərəkət. Ona görə inşallah o maşın olan mömin qardaşlar da olmayanlarla bir əlaqə saxlasın, səhərlər biraz
sağa, sola, arkaya, biraz onun qapısına qədər getsə, onun da savabı var. Elə bir-birinizə inşallah dəstək olaq. Allah bu ayı həm oruc olmağı, həm də mənəvi feyizdən faydalanmağı Allah hər birimizə nəsib eləsin inşallah. Mən birinci gündür çox danışıb, sonra ikinci gün deyirsiniz, birinci gün biraz çox danışdı, ikinci gün gəlməzsiniz. Biraz qısa eləyim ki, sabah gələsiniz. Peyğəmbər alıb, Peyğəmbərə səlavatı şerir. Allahümmə səllə əla Muhammed və ali Muhammed. Bəli, həmd olsun illərdir ənənəvi olaraq sübh namazından sonra həm sizlərin iştirakı ilə cəmaat namazı qılırıq, həm də günün duasının barəsində qısa, müxtəsər şərh edirik. Və bugün də elə həmd olsun mübarək Ramazan ayımızın ilk günüdür. Mən bu gözəl ayın ilk günü münasibəti ilə bütün dünya müsəlmanlarını, əhl-i beyt sevərləri, başda ruhumuz fəda olduğu zamana imamımız olmaqla siz əzizləri, doğmaları, bütün sevdiklərinizi, bizi canlı vasitəsilə izləyən, istər ölkə daxilində, istər ölkə hüdudlarından kənarda olan bütün həmyerlərimizi səmimi dildən, qəlbdən təbrik edirəm. Allah bu ayı cümləmizə mübarək qərar versin inşallah. Mübarək Ramazan ayının ilk gününün duasında belə bir dua keçir. Allahümmə cəal siyami fihi siyamə saimin. İlahi, bugün mənim tutduğum orucu həqiqi oruc olanların, oruc tutanların orucundan hesab et. Bu ifadə o qədər dolğun ifadədir, o qədər insanı düşünməyə vadar edən bir ifadədir. Buradan görünür ki, elə hər tutulan oruc da Allahın istədiyi orucdur. Ona görə burada oruc olan şəxs artıq bunun fərqinə varır. Deyir, Allahım, mənim bugün tutduğum orucu sənin üçün həqiqi tutulan oruclardan qərar ver. Və qiyami fihi qiyamel qaimin. Allahım, gecələri oyaq qalaraq və yaxud da gecələri ayağa qalxaraq sənə etdiyim ibadətləri həqiqi ibadətlərdən qərar ver. Yəni, ixlaslı ibadətlərdən qərar ver. وَنَبِّهْنِ فِيهِ اَنَّوْمَةِ الْغَافِلِينَ Allahım, məni qəflətdə qalanlardan, qəflət yuxusuna yatıb qalanlardan ayıq, onlardan seç, onlardan fərqləndir. وَهَبْ لِي جُرْمِ فِيهِ يَا إِلَٰهَ الْعَالَمِينَ İlahi, günahlarımı bağışla. وَعْفُ عَنِّي يَا عَافِيًا عَنِ الْمُجْرِمِينَ Ey günahkarların günahını əff edən Allah, mənim də günahlarımı əff et deyə Allahdan istəyirik. Deməli, burada bir ayət-i şərifiyyə toxunacam. Bildiyimiz kimi bizim əsas iki düşmənimiz var. Bir, daxili düşmənimiz, onu nəfs adlandırırlar. Bir də xarici düşmənimiz, onu da şeytan adlandırırlar. Kənardan vəsvəsə eləyir, insanı pisliyə dəvət eləyir, şək, şübhə, görsən o kin, küdurət, pislik ondandır. O məlun şeytan Allahın dərgahından qovulanda Allaha belə üz tutaraq çox iddialı şəkildə belə bir söz dedi. Sad surəsinin 82-83-cü ayətlərində keçir. Qalə fəbi'izzətikə ləuqviyənnəhum əcməin. Dedi ki, Allahla üzrə dayanaraq, dedi sənin izzət və qüdrətinə and olsun ki, Allaha üzbəsurat deyir. Sənin izzət və qüdrətinə and olsun ki, onların hamısını yolundan sapındıracam, Adəm övladını yolundan azdıracam, İlla ibadəkə minhumul muxləsin. Yalnız sənin sadiq bəndələrindən başqa, sənin xalis bəndələrindən başqa.
Deməli, xalis zümriyə, o dəstəyə daxil olmasaq, biz də azanlardan və məlun şeytanın hiləsinə uyanlardan olacaq. Deməli, hər şeydə ixlas önəmlidir. Allah üçün edilməsi, xalis, sırf Allaha görə edilməsi önəmlidir. Və bugünkü günün duasında da bu ixlas mühüm faktdır. Buyurur ki, Allahım, mənim bugün tutduğum orucu həqiqi oruc olanların orucundan. Baxın, həqiqi oruc nə zaman baş verir? Qısaca işarət edim və sözümü xülasələşdirim. Əgər oruc olarkən göz haqqını əda eləyərsə, qulaq haqqını əda eləyərsə, dil haqqını əda eləyərsə, qəlb, fikir, şuur haqqını əda eləyərsə, əl, ayaq, büsbütün vücud kompleks şəkildə əgər haqqını əda eləyərsə, o zaman oruc həqiqi oruca çevirilər. Yəni, əgər mən oruc olub gözün haqqını əda eləməyib, məhrəm məsələlərinə diqqət eləməyib, qulaq, musiqi qeybətdən diqqət eləməyib, ağız, yalan, böhtan, qeybətdən diqqət eləməyib, büsbütün gedəcəyim yerlər fərqli olmasın, o zaman Allahın istədiyi kimi olmaz. Və günün duasında da bu ən mühüm duamızdır ki, Allahım, mənim bugün tutduğum orucu sənə həqiqi oruc tutanların orucundan, ibadətlərimi sənə həqiqi ibadət edənlərin ibadətindən qərar ver deyə dua edirik. Və məni bağışla, ey günahkarları bağışlayan Allah. Əslində, əgər sən sübhün çağında bura gəlmisənsə, Allah bu ayın ilk günündə oruc olmağı, onu yad etməyi, onu xatırlamağı sənə nəsib edibsə, bu elə aləmlərin Rəbbi olan Allahdan bir işarətdir. Bəzən duanın qəbul olması, bilirsinizmi, insanın ruhunda necə təsir qoyur? O ki, dua eləyəndə gözün dolur, ağlayırsan və yaxud içə bir rahatlıq gəlir. Mənəvi aləmdə deyirlər, o ilahidən bir işarətdir. Allah sənin ruhuna sanki ilham eləyir və səni bəndəmin yanındayam deyə, səni eşidirəm, səninlə birəm deyə işarətinin cavabıdır. Allah etdiyimiz duaları, qıldığımız namazları ali dərəcədə qəbul eləsin inşallah. Allah sayımızı günü-gündən daha da artıq eləsin inşallah. Əlbət, birinci günümüzdür, maşallah olsun. Allah sayımızı daha da artıq eləsin. Burada sürücü qardaşlarımıza xüsusi təşəkkür düşür. Bəzi qardaşlarımız bu maşını olmayan əzizlərimizi inşallah gedib qaplarından götürürlər. Allah dua eləyək ki, onlar da yatmasın ki, onlar da gözləyib ta bir nəfərə görə 4-5 nəfər qalmasın. Ya da ən gözəl odur ki, dua eləyək, onların özlərini elə Allah maşın qismət eləsin, belə özləri də rahat gəlsin. Peyğəmbər alıb, Peyğəmbərə salavat gedir. Allahümmə sallə Bismillah.
سبيلا برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد وآل محمد. السلام عليك يا رسول الله، السلام عليك يا نبي الله، السلام عليك يا محمد بن عبد الله. اللهم صل على محمد وآل محمد. السلام عليك يا أمير المؤمنين يا علي بن أبي طالب. السلام عليك يا فاطمة الزهراء سيدة نساء العالمين. السلام عليكم يا سيدي شباب أهل الجنة. السلام الذين بذلوا حجهم دون الحسين عليه السلام، فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما. ورحمة الله وبركاته. السلام عليك يا مولانا يا صاحب العصر والزمان. اللهم صل على محمد وآل محمد. السلام عليك يا شريك القرآن، السلام عليك يا قاطع البرهان، السلام عليك يا بقية الله، السلام عليك يا حجة الله، السلام عليك يا نور الله، السلام عليك يا عين الله، السلام عليك يا إمام الإنس والجن. عجل الله تعالى فرجا وسهل الله تعالى مخرجا وهلك الله تعالى أعداءه. İlahi Perverdigara, bu tuttuğumuz oruçları, ettiğimiz duaları, kıldığımız namazları kabul eyle. İlahi bu rahmet, bereket, mağfiret ayının feyzinden bizi bir nasip eyle. İlahi cümlemize bu ayı marifetle hakkını eda ederek başa vurmamı nasip eyle. Kalbimizi iman nuruyla, Kur'an nuruyla nurlandır. Allah'ın saygısı gününden artır. İlahi cümle şehitlerimize rahmet eyle. Analarına sabre Eyyubi keramet eyle. İlahi vatanımızın çeşiğinde kulluğunda duran zaman kardeşlerimizi, balalarımızı öz zamanında hüsnünde sakla. İlahi alamız imam-ı zamanın zuhurunda ta'cil ile. Bin nebiyyil mutlâ el-Fatiha. Allahümme salli ala Muhammed ve ali Muhammed. Salavat seçeneği. Allahümme salli ala Muhammed ve ali Muhammed. Mevlamızın Mevzaman Aleyhisselam'ın tadili zuhuruna Fatih'i salavat seçeneği. Allahümme salli ala Muhammed ve ali Muhammed.
Cəmiyyət xəstələrin nazir şəfaqatmalarına salavat zikr edəyək. Allahümme salli ala Muhammed ve ali Zindanlarda olan məhbusların, müşriklərin həml olunmasına xatir salavat zikr edəyək. Sürücülərimizin salamatlığına xatir salavat zikr edəyək. Əsgərlərimizin salamatlığına xatir salavat zikr edəyək. Hazır rəhbəri ilə cəmaat namazı qılıb, gözəl moizəsi ilə körümüzü oxşadı. Allah ondan razı olsun. Özünün ailəsinin salamatçılığına xatir, ömrünün evinin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, əhvatlarının istirahatlarına xatir salavat zikr edəyək. Allahümme salli ala Muhammed ve ali Kərbəlayı qardaşımız Zəhmət Səhmət Salavatına zikr edildi, özünün ailəsinin halalarına salamat seyirlə, xüsusilə sürdüğün çağında bu evdə, Allah evində zəb olan evlərin özlərinin ailələrinin salamat seyirlə, salamat seyirlə. Allahümme salli ala Muhammed ve ali Muhammed.